Xarici müqavimət 16 ohm. İndi bizə deyir ki, resistor qoşanda dövrədə cərəyan şiddəti 1 amper. İndi hələ ki bu cümlənin kifayətlənək. I bərabər epsilon böl R plus R. Qiymətlərinə qoyduq. I 1, epsilonu bilmirəm, böl yer 16, siyer, elə siyer. Buradan epsilonu tapanda 16 plus nə olur? R olur. Bu cibdə. Bundan işim yoxdur. İndi davam edik cümləni. Bizə deyir ki, müqaviməti 8 ohm olan. Müqaviməti 8 ohm olan. Resistor qoşanda isə cərəyan şiddəti olduğu 1.8 amper. İndi yenə yazırıq. I bərabər epsilon böl R plus R-dən qiymətlərinə qoyanda I 1.8. Epsilon dedi yaxı budur. 16 plus R. Qoydum 16 plus R. Bölünsün. Böyük yer neçədir? Böyük yer 8 plus 2. Çarpaz vursaq 16 plus R bərabərdir. 1.8-i 8-də vuranda olur neçə? 14,4. 1.8-i R-ə vuranda olur 1.8. Yaddaş oldu yeməli. İndi 1.8 R-dən R çıxanda qalır 10.8 R. 16-dan çıxsaq 14,4-ü 1.6. R bərabər olacaq 1.6 bölünsün 0.8. Yəni nə olacaq qiyməti? 2. Deməli mənim daxili müqavimətim 2-dir. Bizdən soruşur. Onu ayrı yazın 20 yox. Bizdən soruşur. İ qısa qapanma. İ qısa qapanma nədir? İ qısa qapanma bərabərdir. Epsilon bölünsün 2-yə. Həqiqətin qiymətini tapaq birinci. 16 plus 2 eridir. 2-yə neçə oldu? 2. 16 plus 2 oldu 18. Həqiqətin qiyməti deməli 18-dir. 18-i böləcəm 2 yerə. Daxili müqavimətdə 2-yə. Qısa qapanma cərəyan şiddəti olacaq 9 amper. Bu qədər. Mən bilmirəm çəkir.